Axşamınız xeyir. İnşallah hər kəs yaxşıdır. İsmail'də Qaranavurdayım. Təkəm. Artıq 3-cü gecəmdir, 4-cü günə keçirəm. 3-cü gecə. 3 gecə 4 günlük kamp elədim burada. Tək başıma. İndi ocağın qırağında oturmuşam. Çayımla bərabər. Evet, bir şey yemək pişirdim, gəzdim. Çox sakit, qəşəng bir hava var. Özümü tanıdım sizə. Mənim adım Rusifdir. Rusif Zamanov. 29 yaşım var, 30 yaşın içindəyəm. Lerik rayonunda doğulmuşam. 2017-dən bəri bələdçiliklə məşğulam. Oralarda bələdçilik eləmişəm, Lerik rayonunda. Fərdi bələdçilik eləmişəm. Lerik, Lənkəran, Astarada. Sonra Bakıya köçmüşəm. Bakıya gələndən sonra da həmçinin davam eləmişəm. Vahid Həsənovla birlikdə. Və Qokampda bələdçiliyə başlamışam. Bələdçilik eləyirəm. Həm də təşkilatçılıq, kamplar, fərdi turlar və s. Azərbaycanın bir çox bölgələrində olmuşam. Bir çox deyərkən bütün bölgələrində demək olar ki, olmuşam. Təkcə azad olmuş torpaqlara gedib çıxmamışıq. İnşallah qismət olar oralarda gedərik. Özüm gəzməyi sevirəm, dediyim kimi təbiət sevirəm, heyvan sevirəm, insan sevirəm. Hər şeyi, hər tərəfli sevirəm. Azərbaycan Texnologiya Universitetini bitirmişəm, mühasibətlıq və auditi. Amma işimlə məşğul deyiləm, maksimum 3 ay işləmişəm. Ondan sonra dözə bilmədim. Gəzməyə davam etdim də, gəzdim, görməyə davam etdim. İnşallah qismət olsa dünya səyahətinə çıxarıq, hər kəsə qismət olsun. Belə, yeni də təlim almışam. Təlim aldıq doğrusu Ekologiya Nazirliyi, Turizm Agentliyi və Alpinizm Federasiyasının grant layihəsi əsasında keçirilmiş bələdçilik təlimlərində sertifikat almışam, rəsmi sertifikatlı bələdçilərdənəm. İnşallah qismət olsa davamı da olsun, yəni də həmçinin beynəlxalq sertifikatları da alaq. Təlimlərdə də heyvanlarla davranışlı, zəhərli heyvanlarla, böcəklər, ilanlar, göbələkləri, heyvanın deyək ki, yəni flora faunanı tanımaq, səmt müəyyən etmədə ilkin yardımdır və bunun kimi. İlkin yardım üçün də yeni təlimlər də keçirilir, həmçinin bir dəfə ilə bitmir. 6 aydan bir 10 təlimlər yenilənilir, onun əsasında sertifikat verilir. Belə, məndən bu qədər. Başqa suallarınız olarsa kommentariyada yazarsınız. Əlavə bilmək istədiyinizdən sorulsun.